Adamın maşını var, biri zəng eləyir ki, məni filan yerə apar, biri deyir ki, yəni anam xəstədir, onu filan yerə apar, ümidim bir dənə sənədir. Mən deyirəm ki, yəni sən ona nəyə görə yox demirsən? Deyir, axı bu anasıdır da, mən buna necə yox deyim? Deyirəm, sən özünə sual verməmisən ki, o anası xəstə olan insan neçə qardaş, neçə bacıdırlar? Deyir ki, 3 qardaş, 1 bacıdırlar. Deyirəm, o 3 qardaş, 1 bacı, yəni 4 nəfərdirlər. O 4 nəfərdən 1 nəfər o xəstə anasını apara bilmir sənə deyir. Deyirəm, sən bəs orada anlamırsan ki, əslində bu bir sui-istifadə ola bilər. Və sonra deyirəm ki, sən ümumiyyətlə sən onun fərqindəsən ki, bəlkə sənin bu mərhəmətli davranma fikrin, hansı ki özün üçün onu bəraət gətirirsən, bəlkə bu qorxaqlığına bir don geydirməkdir. Sən əslində özünün qorxaq olduğunu bəlkə etiraf eləmək istəmirsən. Yəni sən etiraf eləmək istəmirsən ki, sən qorxursan ki, ona yox deyəsən və deyəsən ki, başa düşmədim. 4 nəfər ailədə insansız, böyük qardaşının da maşını var, imkanı var. O anavızı niyə görə həkimə aparmırsınız? Çox vaxtı da belə olur da biz qorxaqlığımızı, axı heç kəs istəmir özünə qorxaq desin. Özünə desin ki, mən utanıram, mən çəkinirəm. Bütün həyatda problemlərim kökü elə mənim özüməm, qonşular deyil, valideynlər deyil, cəmiyyət deyil. Bunu demək bizim üçün çətindir də. Bəzən bizlər nə edirik? Başqalarına yüklənirik və özümüzü gözəl adlar və ifadələrlə qorumağa çalışırıq. Mən çox mərhəmətli insanam, mən çox qonaqpərvərəm. Əgər o qonaqpərvərlik qonşuya o qədər cürət verəcək, gələcək oturacaq yuxarı başda və sənə orada əmr verməyə çalışacaq, o qonaqpərvərlik deyil, o zəlalətdir, zillətdir.